Salamlar, xoş gördük hər birinizi. Mən Ramin Əzizov. Artıq 7 ilə yaxındır ki, ACCA təlimçiliyi ilə məşğulam. ACCA-in F3, F9 və F7 modulları, yəni yeni adları ilə Financial Accounting, Financial Management və Financial Reporting modullarının tədrisi ilə məşğulam. Çalışacağam ki, silsilə şəkildə Revision Kit, yəni nəzəriyyə hissəsini yox, test toplusunun video dərslərini formalaşdırım və bu gün başlanğıc olaraq BPP nəşrinin Revision Kit, yəni testlər toplusuna fokuslanmışıq Financial Accounting üzrə. Yəni bu videomuz F3 kimi tanıdığımız FA syllabusunda olan The Context and Purpose of Financial Reporting, yəni maliyyə hesabatlığının konteksti, məzmunu və məqsədi barədə olan testi. Kitab üzrə izləmək istəsəz, mütləq bir paragrafa aid deyil, qarışıqdır. Birinci və əsasən birinci və üçüncü paragrafları daha çox əhatələyib və burada birinci paragrafa, yəni Revision Kitin birinci paragrafının hamısını izah edəcəm bu videoda. Başlayaq birinci testdən. Sual bizdən soruşur ki, Who issues IFRS Accounting Standards? Yəni, ümumiyyətcə, testlərə başlamamışdan qabaq bütün testlərdə istisnasız həmişə tələbi birinci oxumaq lazımdır. Sual bizdən nə istəyir? Bu sualın tələbi odur ki, IFRS-ləri, yəni maliyyə hesabatlarının beynəlxalq standartlarını kim hazırlayır, kim buraxır? Issue sözünün mənası emissiya eləmək, buraxmaq, hazırlamaq kimi burada tərcümə oluna bilər. Issue sözünün fərqli mənaları da var. Məsələn, problem, məsələ və s. kimi mənaları var. Burada emissiya eləməkdir. Yəni, qısacası, standartları kim hazırlayır? IFRS Advisory Council, xeyr. Advisory Council'ın məqsədi məsləhətlər verməkdir. IFRS Foundation-a və ISB adlanan quruma. ISB və IFRS Foundation, ümumiyyətcə bu qurumların məğzindən qısaca danışım, növbəti testlərdə də bizə lazım olacaq. Bizim standartlarımız IFRS, yəni maliyyə hesabatlarının beynəlxalq standartları açılışı belə gedir. International Financial Reporting Standards, maliyyə hesabatlarının beynəlxalq standartları. Bu standartları hazırlayan qurumun adı IASB, International Accounting Standard Board. Maliyyə hesabatları üzrə beynəlxalq qurum. Hansı ki, bu ISB-yə nəzarət eləyir, buna deyəcəyik oversee. Oversee nəzarət deməkdir. IFRS Foundation. IFRS Foundation ISB-yə nəzarət eləyir. Və testlərdə bu formada izah eləyir ki, IFRS Foundation ISB-nin vasitəsilə standartlar hazırlayır. Bu ifadələrə fikir verək, bəli, bu doğrudur. Bəzi testlərdə də sadəcə deyir ki, IFRS Foundation standartı hazırlayır. Bu ifadə yanlışdır. Yəni, birbaşa özü standart hazırlamır. Nəzarət elədiyi qurumun vasitəsilə hazırlatdırır. Ona görə də bu sualımızın cavabı, yəni standartı kim hazırlayır? Sualının cavabı C variantıdır, yəni ISB. İkinci sualımız, Which group of people are most likely to be interested in financial statements of a sole trader? Sual soruşur ki, fərdi sahibkarın maliyyə hesabatları ilə bağlı most likely, ən böyük ehtimalla maraqlı ola biləcək qruplar hansılardır? Nəzərə alsaq ki, fərdi sahibkarın hesabatları ictimaiyyətə açıqlamaq kimi bir məcburiyyəti yoxdur və fərdi sahibkar sadəcə bir biznes sahibindən ibarətdir. Yəni, fərdi sahibkar da vöyənə və yaxud da digər formada biznesi sahib olur və biznesi özü idarə edir. Bəzi hallarda işçiləri və s. də olur. Buna görə də birinci cavabımız yanlışdır. Çünki shareholder anlayışı səhmdar deməkdir. Fərdi sahibkarda isə səhm anlayışı yoxdur. Səhm şirkətlər üçün keçərli olan termindir. A variantını, yəni birinci variantı cavablardan çıxardıq. Business Bank Manager, bank meneceri mümkündür. Əgər biz fərdi sahibkar olaraq bankla əməkdaşlıq edirsə, orada bank menecerimizin hesabatlarımıza baxmaq ehtimalı var. Çünki baxıb şirkətlə bağlı qərar verəcək. İkinci variantı seçə bilərik. Tax authorities, vergi qurumları, vergi orqanları, bəli, nə qədər vergi ödəyəcəyimizlə bağlı qərar vermək üçün maliyyə hesabatlarımıza baxmaq istəyər. Financial analyst, kitabın cavabı ilə getsək, mən bu cavaba çox da razı olmasam da, financial analystin
marağının most likely olmadığını deyir kitab. Yəni ikinci və üçüncü cavabları seçir. Çünki düşünür ki, financial analyst daha çox ictimaiyyətə açıqlanmış maliyyə hesabatlarına baxır və fərdi sahibkarın hesabatları açıqlamaq kimi bir məcburiyyəti yoxdur. Ona görə də financial analyst çox da maraqlı deyil. Ona görə də testin cavabı olacaq 2 və 3-cü. 1.3-cü test. Bu sual bizə verilən iddiaların doğru və ya yanlış olduğunu tapmamızı istəyir, bizdən istəyir. Identify, yəni müəyyən elə, by indicating the relevant box, uyğun, deməli, boşluqda indicate göstərərək, in the table below, aşağıdakı cədvəl. Whether the each following statements true or false. Qısaca xülasə eləsək, aşağıdakı boşluqlarda doğru və ya yanlış olduğunu seçməklə cavabları tap. Bizdən istədiyi budur. Supplier of goods on credit. Supplier təchizatçı deməkdir. On goods, yəni mallar. On credit, nisyə. Supplier of goods on credit interested in only statement of financial position. For example, an indication of the current state of affairs. Yəni, iddia eləyir ki, biznesin təchizatçısı yalnız maliyyə vəziyyəti haqqında hesabatla maraqlıdır. Nümunə kimi də deyir ki, biznesin cari vəziyyəti. Bu ifadə yanlışdır, çünki supplier, yəni təchizatçı, yalnız balans hesabatı ilə, yəni maliyyə vəziyyəti haqqındakı hesabatla maraqlanmaz, həm də digər hesabatlarla, yəni likvidliyə də baxar, mənfəətə də baxar və s. Ona görə də bu ifadəmiz yanlışdır. İkinci, the objective of financial statements, maliyyə hesabatlarının məqsədi is to provide təmin eləmək, financial information, maliyyə məlumatları, about the reporting entity, hesabat verən müəssisə ilə bağlı, assets, liability and equity, aktiv, öhdəlik və kapitalla bağlı. Eləcə də income, expense, gəlir və xərclə bağlı, that is useful to the users of the financial statements, maliyyə hesabatlarının istifadəçiləri, in assessing the prospects for the future net cash flows to the reporting entity and accessing management's stewardship to the entity's economic resources. Burada stewardship çoban sözü ilə əlaqələndirmək olar. Yəni burada məntiq odur ki, biznesin menecmentinə, yəni rəhbərliyinə idarə edilməsi üçün, yəni onun tabeçiliyinə, onun belə deyək də, idarəçiliyinə tapşırılmış bir qurum var. Onu necə ki çoban öz sürüsünə tam məsuliyyətlə, tam qayğı ilə yanaşırsa, burada da eyni məntiq olmalıdır. Məsuliyyətsizlik etməməlidir, öhdəsinə götürə bilməyəcəyi işlərə söz verməməlidir və s. Qısacası, burada ümumiləşdirsək, baxmayaraq ki, fikir uzundur, bir ümumi fikir şəklində səsləndirmək istəyirəm. Burada deməyə çalışır ki, maliyyə hesabatları aktiv öhdəlik, kapital, gəlir və xərclə bağlı məlumat verməklə biznesin ümumilikdə cari vəziyyətini və gələcəkdə yarada biləcək cash flow-larını, yəni pul axınlarını, həmçinin biznesin rəhbərlik qabiliyyətini ölçmək üçün bir vasitədir. Fikir nə qədər uzun səslənsə də, bəli, bu ideya doğrudur. Testin cavabı birinci ideya yanlışdır, ikinci ideya doğrudur. Və bu arada bir şey qeyd edeyim, fikir verdinizsə, bu sual bizə 2 bal verir. Deyək ki, biz birinciyə də true yazmışdıq, ikinciyə də true yazmışdıq. Yəni cavablardan birini doğru, birini yanlış tapmışdıq. Təəssüf ki, imtahanda o tip hallar 0 balla qiymətləndirilir. Yəni 2 balı tam almaq üçün testi mütləq qaydada tam doğru yazmaq lazımdır. Testin cavabının birini tapıb digərini tapmamaq 1 bal vermir bizə. 1.4-cü test. Which of the following are advantages of trading as a limited liability company? Məhdud məsuliyyətli cəmiyyət olaraq fəaliyyət göstərməyin advantage, yəni üstünlüyü. Birinci fikrinə səsləndirir. Operating as a limited liability company makes rising finance pul cəlb eləmək, easier, daha asan, because additional shares can be issued to raise additional cash. Deməyə çalışır ki, məhdud məsuliyyətli cəmiyyət olaraq fəaliyyət göstərmək pul cəlb edilməsini, maliyyə cəlb edilməsini rahatlaşdırır. Çünki biz əlavə səhm sataraq pul cəlb eləyə bilərik. Müqayisə predmetini partnyorluq və ya fərdi sahibkar kimi götürsək, bəli, bu bizim üstün cəhətimizdir. Yəni səhm sataraq əlavə maliyyə cəlb eləyə bilirik. İkincidə deyir ki, operating as a limited liability company is more risky, daha risklidir. Nədən? Fərdi sahibkardan.
Because, çünki shareholders of a business are liable for all debts of the business, whereas harada ki sole trader is only liable məsuliyyətli deməkdir. For the debt öhdəliklər, borclar, to the amount has invested, yatırılmış məbləğ qədər. Yəni, xülasə keçsək, deyir ki, məhdud məsuliyyətli cəmiyyət kimi fəaliyyət göstərmək daha risklidir fərdi sahibkardan. Çünki məhdud məsuliyyətli cəmiyyətdə borcun hamısına məsuliyyət daşıyır səhmdar. Fərdi sahibkarda isə belə deyil. İddia budur. Xeyr, bu iddia yanlışdır. Əksinədir. Fərdi sahibkar biznesin default halında, yəni müflis olacağı halda biznesin adında olan bütün borclara şəxsi əmlakı ilə məsuliyyət daşıyır. Yəni, unlimited məsuliyyət daşıyır. Fikir burada tərsin olmalıdır. Yazmalı idi ki, fərdi sahibkar kimi fəaliyyət göstərmək məhdud məsuliyyətli cəmiyyətdən daha risklidir. Burada biz investor tərəfdən, yəni biznesin sahibi tərəfdən baxırıq. Ona görə də ikinci iddia yanlışdır, birinci iddia doğrudur. Testin cavabı olacaq A variantı. 1.5. Which of the following best describes? Describes, yəni ki, təsvir eləyir. Corporate governance, korporativ idarə etmə. Ümumiyyətcə, korporativ idarə etməni bir məcəllə kimi, qayda toplusu, yanaşma toplusu kimi qəbul edə bilərik. Harada ki, bizneslərin necə idarə olunmalı olduğuna dair qaydalar toplusudur. Və şirkətlərin idarə etmə strukturu ona əsasən qurulur. Korporativ idarə etmə. Şəxslərin səlahiyyətləri, məsuliyyətləri, öhdəlikləri nədən ibarətdir? Hamısını orada vurğulayırlar. Bunun cavabı deməli, corporate governance is a system, elə bir sistemdir ki, hansının ki vasitəsilə the companies and other entity müəssisə deməkdir, are directed and controlled, idarə olunur. İstiqamətlendirilir, idarə olunur və s. bu formada tərcümə edə bilərik. Yəni, testin cavabı B variantı. 1.6. Identify which of the following statements are true. Identify müəyyən eləmək. Sözləri tez-tez təkrarlayıram ki, istərsiniz videoya baxdıqca yadınızda qalsın. Birinci ifadə. Director of a company are ultimately, yəni ən sonda responsible, məsuliyyətlidir for the preparation of financial statements, even if, hətta, majority of the work, yəni işin çox hissəsi, on them is performed by the finance department. Yəni, şirkətin direktoru ən sonda maliyyə hesabatının hazırlanmasından məsuliyyət daşıyır, hətta işin çox hissəsini maliyyə departamenti görsə də. Bəli, şirkətin direktorunun əsas məsuliyyətlərindən, ən vaciblərindən sadalasaq, maliyyə hesabatlarını hazırlamaq, yəni fiziki olaraq hazırlamaqdan getmir burada söhbət, hesabatın hazırlanıb yekunda səhmdara təhvil verilməsinə o məsuliyyət daşıyır. Kimə hazırlatdıracaq, necə hazırlatdıracaq, o proses boyunca tənzimlənən bir şeydir. Onu səhmdar gəlib sorğulamır ki, bunu kim hazırladı. Deyir ki, mən səni tanıyıram, səndən istəyəcəm hesabatı. Birinci iddia doğrudur. Financial statements, if financial statements are audited, yəni audit olunubsa, yoxlanılıbsa, then bu halda responsibility for those financial statements instead falls on the auditors instead of directors. Biraz qəliz cümlə yazsa da gəlin baxaq görək nə deməyə çalışır. Deyir, əgər maliyyə hesabatı audit olunubsa, hesabatın məsuliyyəti artıq auditin üzərinə düşür, menecerin deyil, direktorların deyil. Bu ifadə yanlışdır. Auditor hesabatı hazırlayan və oradan məsuliyyət daşıyan tərəf deyil. Auditor hesabatı sadəcə yoxlayır. Hesabatın yanlış hazırlanması halında məsuliyyət direktordadır. Təbii ki, auditin də məsuliyyəti var ki, orada yanlış olarsa onu o aşkara çıxarsın. Audit onu aşkara çıxara bilməsə o ayrı bir sualdır. Qısacası bu ifadə yanlışdır, çünki məsuliyyət hesabat audit olunanda da hələ də direktorun üzərindədir. Auditor hesabatın doğruluğuna dair bir əmniyyət ötürmək üçün gəlib. Əminlik ötürmək üçün gəlib. Üçüncü, there are generally no laws, law yəni qanunvericilik, surrounding the duties of directors in the managing affairs of the company. Deməyə çalışır ki, direktorun duty, məsuliyyətlərini əhatələyən qaydalar toplusu yoxdur, şirkəti idarə edən zaman. Yəni, şirkət idarə etməsi zamanı direktorun məsuliyyətlərini təmin edən, əhatələyən qaydalar toplusu yoxdur deyə bir iddia səsləndirilib. Xeyr, yanlışdır. Belə bir qaydalar toplusu var. Syllabusda çox dərinə getmir, qısaca tanışlıq xarakterli verir. İstəsəz birinci paragrafda oxuyub, yəni BPP nəşrinin study kitindən oxuyub, oradan tanış ola bilərsiniz. Testimizin cavabı oldu yalnız 1.
Keçirik 1.7-yə. Which of the following statements correctly describes the content, yəni məzmun barədə danışır. Statement of financial position. Financial position nədir? Digər adı ilə çağırsaq, balance sheet, maliyyə vəziyyəti haqqında hesabat, yəni balans hesabatı kimi də tanıyırıq bunu. Mühasibat bərabərliyimizi göstərmək üçün xüsusi bir cünə olur. Yəni dövri balans anlayışı yoxdur. Balans spesifik bir cünə olur. Hətta bəzən bir an göstərir, bir gün, saat, nə bilim, dəqiqə və s. bu kimi xırdalıqlarına da gedə bilərik. Texniki olaraq baxsaq, hər hansısa bir spesifik ana olan balansımızı göstərir. Balansda nəyi nəzərdə tuturuq? Aktivlər bərabərdir, öhdəlik, yəni liability plus capital. Üzərinə gəlinsin equity. Terminləri ingiliscə deməyimə səbəb imtahanı, yəni bu videoya baxırsınızsa əgər, deməli ACCA Financial Accounting imtahanı hazırlaşırsınız. İmtahanınız ingilis dilində olacaq. Ona görə də mümkün qədər terminləri indidən ingilis dilində öyrənməyə çalışın. A list of ledger balances, debits and credits. Xeyr, balansda debits and credits olmaz. Debit və kreditlər görünər general ledgerdə, baş kitabçada. List of assets, liabilities. Bu variantı saxlayaq. Digər variantları da oxuyaq hər ehtimala. Record of income generated and expenditure incurred. Incur baş verməkdir. Over the given period. Bu mənfəət zərər hesabatının qaydasıdır. Bu cavabı da çıxardıq. Record of amount of cash generated and used by the company in the given period. Bu isə pul axını haqqında hesabatın qaydasıdır. Deməli, sualımızın cavabı B variantıdır. Əslində, sual tam əhatə eləməsə də, daha düzgün cavab B variantıdır. Burada correctly describe eləmir. Əslində, sadəcə ilkin paragraf olduğu üçün, çox detallara getmədiyi üçün hələ ki qəbullanmaq olar. Əslində isə balansın açıqlaması equity-ni burada məsələn qeyd eləməyib. 1.8 bu dəfə bizdən soruşur profit or loss, yəni mənfəət zərər haqqında hesabatı. Mənfəət zərər haqqında hesabatda nə görünər? Görünər biznesin dövr ərzində gəliri, xərci və onun nəticəsi. Yəni birbaşa profit göstərər desək yanlış olar, çünki orada zərər də ola bilər, sıfır da ola bilər və s. Və buna bəzən biznesin performansı deyirik. Performance. Income and expense. Burada expenditure yazıb, yenə təkrarlayıram. Expenditure ifadəsi bura üçün tam da düzgün ifadə deyil, amma kitabın əvvəl olduğu üçün qəbullanmaq olar. Yəni bu sualımızın cavabı C variantıdır. Bu arada yoldaşlar, bütün testlərin cavabı elə məhz bu kitabın arxasında var. Əgər maraqlanmaq istəsəz, kitabın son səhifələrində, elə mündəricatda da göstərilib səhifələr, oradan tapıb cavablara baxa bilərsiniz. 1.9. Verilənlərdən hansı partnership barədə doğru ifadədir? The partners' individual exposure to the debt is limited. Yəni, exposure məruz qalmaqdır. Deməyə çalışır ki, partnyorların individual olaraq məruz qaldıqları borc limitlidir. Burada biznesin borcuna işarə eləyir. Xeyr, limitli deyil. Biznesin müflis olacağı halda qarşılaya bilməyəcəyi bütün borclar unlimited, yəni limitsiz şəkildə biznesin sahiblərinə ötürülür. Yəni, burada söz olmalıydı unlimited. Borc bağlanana kimi tam məsuliyyət daşıyır. Financial statements for the partnership by law must be produced and made public. Xeyr, partnyorluğun maliyyə hesabatlarını made public, yəni ictimaiyyətə açıqlamağı nəzərdə tutur. Qanunvericiliklə ictimaiyyətə açıqlanmaq üçün bir məcburiyyəti yoxdur. Könüllüdür, istəsə açıqlayar, amma belə bir məcburiyyət yoxdur. Daha çox bu məcburiyyət məhdud məsuliyyətli cəmiyyətlər üçün, yəni səhmdarı olan şirkətlər üçün keçərlidir. Bu da bütün şirkətlərə aid deyil, təbii ki. Yəni, ikinci ifadə də yanlışdır. A partnership is not separate legal entity from the partners themselves. Separate legal entity, separate ayrı mənasındadır. Legal entity, yəni hüquqi müəssisə. Deməyə çalışır ki, partnyorlar bizneslərindən hüquqi baxımdan ayrı deyillər. Bu nə deməkdir? Elə yuxarıdakı ifadəyə oxşar bir ifadədir bu da. Deməyə çalışır ki, biznesin partnyorları, yəni sahibləri, hüquqi cəhətdən ayrı deyillər. Yəni, biznes borcunu bağlaya bilməsə, borclar transfer olur biznesin sahibinə. Amma bütün biznes növləri üçün şamil olan bir qayda var. Hüquqi cəhətdən yox, biznes cəhətdən olan forması. Əgər burada yazsaydı ki, biznes cəhətdən ayrıdır, o ifadəni qəbul eləyərdik. Yəni, fərdi sahibkarda, partnyorluqda, məhdud məsuliyyətli cəmiyyətlərdə mühasibatlıq qeydləri baxımından biznes və sahibini
ayrı saxlayır. Həmişə. Onların mühasibat qeydləri qarışmır. Biznesin sahibinin gəlir xərci ayrı dəftərdə yazılır, biznesin öz gəlir xərci ayrı dəftərdə yazılır. Aktivi də, öhdəliyi də, kapital da, bütün ümumiyyətcə tranzaksiyalar hamısına aiddir. Qısacası burada üçüncü ifadəmiz doğrudur. Biznes öz sahibindən hüquqi baxımdan ayrı deyil. Partnyorluq biznes növü üçün. Yəni bu testin cavabı yalnız 3 oldu. 1.10-cu test. Which of the following statements are true? Verilənlərdən hansı və ya hansılar doğrudur? Director of a company have a duty of care. Duty of care yəni qayğısına qalmaq kimi tərcümə eləyə bilərik. Duty məsuliyyətdir, care də qayğıdır. Qayğısına qalmaq kimi bir məsuliyyəti var. Reasonable competence. Reasonable competence, yəni ağlabatan əminlik. Tərcümə eləyəcəm burada nə deməyə çalışır? In your management of affairs of the company. Yəni deməyə çalışır ki, direktorların biznesin qayğısına qalmaq üçün ağlabatan əminliyi olmalıdır. Yəni direktor özünə sual verməlidir ki, mən bu işi bacarırammı? Məsələn, məni restoran şəbəkəsinə direktor təyin edirlər. Mən birinci özümə sual verməliyəm. Mənim restoranla bağlı səriştəm, təcrübəm varmı? Mən bu biznesi idarə edə biləcəmmi? Axı mənə iş tapşırılır və buna görə maaş alıram. Əgər mənim kompetensim, özünə əminliyim yoxdursa, deməli şirkətin qayğısına da düzgün şəkildə qala bilməyəcəm. Bu mənim bir növ məsuliyyətim halına gəlir. Director of companies Director of companies must act honestly. Honestly vicdanlı davranmaq deməkdir. In what they consider to be the best interest of the company. Yəni direktorlar biznesin və şirkətin maraqlarını qoruyan zaman vicdanlı davranmalıdırlar. Daha doğrusu, direktorlar biznes idarə edən zaman vicdanlı davranmalı və biznesin maraqlarını qorumağa can atmalıdırlar. Biznesin ən yaxşı marağını qorumalıdırlar. Ən yaxşı halda nə ola bilər biznes üçün? Onu fikirləşməlidirlər. Bəli. Director main aim should create wealth for the shareholder of the company. Bəli. Deyir ki, direktorun əsas məsuliyyətlərindən biri, burada main aim yazır, amma biz onu bir kimi qiymətləndirək. Create wealth for the shareholder of the company. Bəli, bu ifadə də doğrudur. Yəni, hər üç ifadə doğrudur. Yoldaşlar, bütün testlərə aiddir. Testi işləyəndən sonra testə dair not götürün. Məsələn, bu testi işlədik, ola bilər ki, kitabda çıxarışlar bunu qeyd eləməyib. Biz buradan not götürdük ki, hə, sən demə, direktorun belə 3 dənə məsuliyyəti var imiş. 1.11. Which of the following statements are true? Yenə də verilənlərdən hansı və ya hansılar doğrudur? IFRS Interpretation Committee, interpretasiya yəni şərh vermək deməkdir, is a form for the International Accounting Standard Board to consult with outside world. Outside world-la consulting eləyən Interpretation Committee yox, Advisory Council-dır. Kitabdan bu hissələri oxumağınızı tövsiyə edirəm. IFRS Foundation produces IFRS standards and IFRS Foundation is overseen by məhsul növdə deyir ki, ISB tərəfindən nəzarət edilir. Xeyr, yanlışdır. Burada tərsinə olmalı idi. Deməli idi ki, IFRS Foundation ISB-ni hazırlamır. Xeyr, daha doğrusu IFRS-ləri hazırlamır. IFRS-ləri hazırlayan qurum ISB-dir. Bir yanlış buradadır. İkinci yanlış, IFRS Foundation overseen by deyil. IFRS Foundation oversees olsaydı, yəni IFRS Foundation nəzarət edir olsaydı doğru olardı. Yəni burada 2 dənə yanlış ifadə var. Standartın hazırlayan tərəf ISB-dir. IFRS Foundation ISB-yə yox, daha doğrusu ISB IFRS Foundation-a yox, IFRS Foundation ISB-yə nəzarət edir. Bu ifadə yanlış oldu. One of objective of IFRS Foundation is bring about convergence of national accounting standards and deməli IFRS standards. Deməyə çalışır ki, bring about convergence yaxınlaşma deməkdir. Beynəlxalq standartlarla yerli standartların mümkün qədər yaxınlığını təmin eləməyə çalışır və bu onların əsas məqsədlərindən biridir. Bəli, doğrudur ki, lokal istifadəçilər, yerli istifadəçilər bu standartı tətbiq edən zaman çətinlik yaşamasınlar. Biz onlara mümkün qədər, təbii ki, hamının ehtiyacını birdən-birə nəzərə almaq olmaz, mümkün qədər biz onlara faydalı və işlərini rahatlaşdıracaq standartlar təmin edək. Deməli, burada doğru olan cavablarımız 1 və 3 oldu. 11.2, daha doğrusu 12. ISB-nin məqsədi oversee eləyən qurum IFRS
Foundation'dır. Formulate standards, standartları hazırlayır. Bu barədə düşünərik. Review the defective accounting. Defective accounting yəni accounts, yəni çatışmayan hesabları, çatışmayan nüansları review eləmək. Control the accountancy profession. Mühasibatlıq deməli, professiyasını, peşəsini deməli, kontrol eləməyə çalışır. Xeyr. Biz əsas, yəni ISB-nin əsas məqsədi standart hazırlamaqdır. Bəlkə də digərlərinə dolayı yolla təsiri olur. Amma birbaşa məsuliyyəti deyil. 1.13 IFRS Foundation-ın məqsədlərindən deyil. Yoldaşlar, testlərdə ehtiyatlı olun. Bəzən cavab göz yaddaşımızda qalır və s. sanki doğru kimi görünür. Sual bizdən yanlışı soruşur. Through the ISB, A bəndədir. Through the ISB, develop single set, globally accepted. Yəni, through vasitəsilə deməkdir. ISB vasitəsilə develop, inşa eləmək, hazırlamaq mənasında verib burada. Single set, vahid, globally accepted, beynəlxalq dərəcədə qəbul olunan. Yəni, IFRS Foundation ISB vasitəsilə vahid və beynəlxalq dərəcədə qəbul olunan standartları hazırlamağa cəhd eləyir. Hazırlamağa qarşısına məqsəd qoyur. Bəli, doğrudur. Sual da bizdən məqsədi olmayan bir şeyi soruşur. Promote yəni təşviq eləmək, reklam eləmək, insanlara stimul verir ki, istifadə eləyin. Rigorous application yəni ciddi tətbiq. Bəli, istifadəsini təşviq eləyir və ciddi deməli, nəzarət eləməyə çalışır. Ensure əminlik verir ki, IFRS standards focus primarily on the needs of global multinational organizations. Beynəlxalq qurumların ehtiyaclarını nəzərə alan və primarily əsasən nəzərə alan standartlar hazırlamaq xeyr. Burada kiçik və orta müəssisələrin, kiçik orta sahibkarlıq subyektlərinin də ehtiyacları nəzərə alınmalıdır. Çünki biz qurumların həcmlərini nəzərə almadan standart təyin eləsək və onların tətbiqini desək ki, hamı deməli, bir məntiqlə tətbiq eləsin, sanki kiçik müəssisələrə əlavə yük yükləmiş oluruq. Maliyyəçi deməli, işə götürmək, audit kompaniyalarla işləmək kiçik müəssisələr üçün həqiqətən həm maliyyə, həm də digər resurslar cəhətdən problem yaradır. Ona görə də mümkün qədər biz onların ehtiyaclarını nəzərə almalıyıq. Deməli, objektivi deyil sualının cavabı oldu C variantı. Niyə? Çünki tək multinational-la fokuslanmır, həm də kiçik müəssisələrə də fokuslanır. Bring about convergence, bayaq bundan yuxarıda danışdıq. Hesabatla, deməli, standartlar arasında mümkün qədər yaxınlaşma təyin etməyə çalışırlar. Yaxınlaşma yaratmağa çalışırlar. 1.14 Which of the following statements correctly describes how IFRS standards should be used? Necə istifadə olunmalıdır? Provide examples of best financial reporting practice for the national bodies who develop their own requirements. Yəni, IFRS-lər beynəlxalq dərəcədə qlobal praktikadan götürülmüş ən yaxşı deməli, təcrübi bilgiləri paylaşmaqla yerli qurumlara öz standartlarını hazırlamağa şərait yaradır. Bəli, doğrudur. Ensure high ethical standards are maintained by financial reporting professionals internationally. Əslində, burada əminlik biraz yaxşı seçilmiş söz deyil, tam əminlik vermək, bura qayıdacam. To facilitate enforcement single set global deməli, financial reporting, facilitate rahatlaşdırmaqdır və prevent national bodies from developing their own standards. Yəni, burada da qarşısını alır, deyir sanki. Yox, bayaq yuxarıda gördük ki, onlara kömək eləyir. Bu prevent sözünə görə biz bunun qəbul eləmirik. Yəni, sanki insanlara və yerli qurumlara öz standartlarını hazırlamağa mane olmağa çalışırlar. Prevent qarşısını almaqdır. Xeyr, belə bir məqsədi yoxdur. Facilitate enforcement məcburiyyətdir. Single set global financial standards, sanki hamı bundan istifadə eləməlidir məcburiyyətini qoyur. Amma birincidə, yəni ensure sözünə də gəlin toxunaq, ensure əminlik verməkdir. Əslində burada yazsaydı ki, məsələn, help, kömək eləyir, high ethical standards, bunu artıq qəbul eləmək olardı. Yəni, kömək eləyir,
çalışır, yüksək etik standartlar qorunsun, bəli, bunu qəbul etmək olardı. Və A bəndi bizim üçün doğru cavab olur, çünki praktikadan götürülmüş ən yaxşı nümunələri bizə verir və biz bunun vasitəsilə öz standartlarımızı hazırlamağa başlayırıq. Bütün testlər üçün deməli qeyd götürün həmişə. Kitabda cavabı açıq-aşkar olsa da, olmasa da qeyd mütləqdir ki, artıq növbəti testlər işləyəndə həm əl yaddaşımız, həm göz yaddaşımız möhkəmlənmiş olsun. 1.15. Verilənlərdən hansı fərdi sahibkar kimi biznes idarə eləməyin üstünlüklərinə aid deyil? Running a business burada frazoloji birləşmə kimi biznes idarə eləməkdir, tərcüməsi. Sole trader də fərdi sahibkar deməkdir. A variantında bizə nə deyir? In event that the business generate a loss, əgər biznes zərər eləyirsə, this shared by the partners instead of being borne by a sole trader only. Deməyə çalışır ki, əgər biznesdə zərər olarsa, bu zərər partnyorlar arasında bölünür. Axı burada heç bir partnyordan söhbət getmir. Biz hansı partnyora böləcəyik? Biznesdə tək özümüzük. Bunu bölə bilmərik. Bir nəfər var çünki. Partnyorluq olsaydı, hə, ora baxardıq. Any debt that the business cannot met from the business asset are met from the owner's private resources. Deməyə çalışır ki, biznesin qazana, deməli, biznesin ödəyə bilmədiyi borclar, yəni biznes borclarını qarşılaya bilmədi, met from the owner's private resources. Yəni, biznesin sahibinin, deməli, borcları vasitəsilə bu məbləğlər qarşılanmalıdır. Any debt. Bura qayıdacağıq. In event that the business generate profit, this due sole trader only. Aha, məntiqli fikirdir. Bəli, biznes mənfəət qazanarsa, bütün mənfəət fərdi sahibkara gedir. %100. Çünki bir nəfər var. Sole trader is not liable for the debt of the business. Bu ifadə yanlışdır. Biznesin borclarına məsuliyyət daşıyır. İndi gəlin görək. Sanki həm B variantı doğru idi, həm də C variantı doğru idi. İdeya olaraq bəli, hər ikisi doğrudur. Yəni, biznesin sahibi biznes borcları qarşılaya bilməyəndə tam məsuliyyət daşıyır. Bəs necə ola bilər? Bir dənə suala biz axı burada 2 dənə cavab soruşmur, bizdən bir dənə soruşur. Biz ikisini də seçə bilmərik. Fikir verin, burada yalnız benefitini soruşur. Yəni üstün cəhətini soruşur. B variantı doğru cavab olsa da, bu biznesin təşkilati strukturunun üstünlüyü deyil, əksinə mənfi cəhətidir. Yəni mən fərdi sahibkar kimi fəaliyyət göstərəndə borclar tam mənim üzərimdədirsə, mən burada əksinə, yəni mənim üçün neqativ nüansdır. Amma C variantı mənim üçün pozitiv nüansdır. Çünki müsbət nüansdır. Mən qazanılmış mənfəətin hamısını özüm götürə bilirəm. Cavab oldu C variantı. 16. Verilənlərdən hansı incorporation, burada müəssisə kimi, yəni şirkət kimi götürə bilərik bu sözü, benefitidir. The company's shareholders are not personally liable for all debt. Bəli, biznesin shareholderləri şəxsi əmlakları ilə biznesin borclarına məsuliyyət daşımırlar, əgər şəxsi zaminliyi yoxdursa. The company's director must ensure the accounts are filled company house by specific date. Deməyə çalışır ki, biznesin hesabatları direktorlar tərəfindən əmin olunmalıdır ki, company house'lar, yəni bu işlə məşğul olan qurumlar, spesifik bir günə hesabatlar onlar tərəfindən doldurulacaq. Xeyr, belə bir qaydamız yoxdur. Bu bizim təşkilati strukturumuza aid deyil. Companies must comply with the provision of Companies Act where does the unincorporated businesses do not. Deməyə çalışır ki, bizneslər, yəni bu inkorporasiyalar, Companies Act, yəni kompaniyaların qaydalar toplusu deyə buna, Act bir məcəllə kimi qəbul eləyə bilərik bunu. Hansında ki, inkorporasiya olmayan bizneslər buna məsuliyyət daşımırlar. Xeyr, hər ikisi məsuliyyət daşıyırlar. Yəni, bu ifadə ona görə yanlışdır. The company's tax charge vergi xərci deməkdir. Charge sözünün kitab boyunca həmişə mənası xərc olacaq. Yəni, charge sözünü görsə, bilək ki, xərcdən danışır. Təbii ki, fərqli mənalar da var, amma bizim kitabda xərc mənasındadır. The company's tax charge must be shown in the statement of profit or loss. Şirkətin
Deməli, vergi xərci mənfəət zərər hesabatında görünməlidir. Əslində mənfəət zərər hesabatı bizə dövr ərzində şirkətin gəlirlərini və xərclərini göstərir, amma bunu benefit kimi, yəni tək inkorporasiyanın benefiti deyil. Onsuz da bütün şirkətlərin hamısının mənfəət zərərində əgər vergi xərci olubsa carilə orada görsənir. Bunu xüsusi bir üstünlük kimi vurğulamağa ehtiyac yoxdur. Üstünlük nədir burada? Ən vacib üstünlüyü biznesin borclarını bağlaya bilmədiyi halda biznesin sahibi öz əmlakı ilə və ya digər formada məsuliyyət daşımır. Əgər şəxsi zaminlik imzalamayıbsa. Yəni testimizin cavabı oldu A variantı. 1.17. Verilənlərdən aşağıdakılar doğru və ya yanlışdır. Bunu seçməliyik. Sole trader and partnership are unincorporated businesses. Şirkət halına gəlməmiş bizneslərdir. This means legal distinction fərqləndirilmədir between the businesses and their owners. Deməyə çalışır ki, fərdi sahibkar və partnyorluqlar unincorporated, yəni şirkət halında olmamış, şirkət halına gəlməmiş biznes növləridir. Harada ki, bizneslə sahibi hüquqi baxımından ayrıdır. Bu ifadə, ikinci ifadə yanlışdır. Yəni cümlənin bu hissəsi yanlışdır. Əksinə, fərdi sahibkarla partnyorluqda bizneslə sahibi eyni adamdır. Deməli, bu ifadə yanlış oldu bizim üçün. When sole trader makes, daha doğrusu, sole trader takes money from the business for personal use, this is known as drawings. Bəli, drawing, dividend, bunlar demək olar ki, yeni anlayışlardır. Drawing termini, deməli, sole trader və partnership üçün keçərlidir. Dividend anlayışı isə dividend anlayışı isə LLC, yəni məhdud məsuliyyətli cəmiyyət üçün keçərlidir. Qısacası bu cavabımız doğrudur. Yenə təkrarlayaq, əgər düzgün cavab false və true olduğu halda biz burada true seçsəydik, 2 baldan 0 bal alacaqdıq, çünki sualı tam düz yazmamışıq. Proporsional bal anlayışı yoxdur. Belə, bu birinci paraqrafımızın, birinci başlığımızın testləri idi. Çalışacağam ki, digər mövzulara da aid çəkim. Hamınıza uğurlar, yorulmayasınız, hələlik.